Allah Resulü Peyğəmbər sahabelərlə oturmuşdu məsciddə. Sahabelərə belə bir sual verir, sualla müraciət eləyir. Deyir, ey Allahın dostları, ey mənim dostlarım, sizə bir sualım var. Dünya haqqında söhbət düşmüşkən, Peyğəmbər buyurur, əgər dünyadan bir insan təsəvvür etsək, dünyanı bir insan maketinə çevirək, formuluna çevirək, insan kimi düşünək, təsəvvür etsək, başın yerinə nə qoyardınız? Məsələn, əllər olsun yalan, ayaqları olsun böhtan, ürəyi olsun zina, bütün bu bədən üzvləri başın yerinə nə qoyardınız? Sahabələr hamısı bir-birinə baxır, ya Rasulallah, Allah və onun Peyğəmbəri bilər, biz bilmirik. Peyğəmbər buyurdu ki, Hubbu dünya rəsu kullu xətiyyə. Gözəl bir dənə cavab verir. O başın yerinə belə bir cavab verir, dünya sevgisi. Dünya sevgisi bütün xətaların, günahların başıdır. Deməli, insan dünyaya rəğbət bəsləyir, məhəbbət bəsləyir ki, o dünyanı bərk tutsun və xəta, günah, cinayətlər hamısı dünya sevgisindən irəli gəlir. Dünya sevgisinə görə, dünyanın var dövlətinə görə, dünyanın mal dövlətinə görə qardaş öldürür. Cinayətlər baş verir, oğurluqlar baş verir, böhtan və yalan. Bu dünyanın işidir. Dünyada nə qədər məlumatlar eşidirsiniz, nə qədər informasiyalar eşidirsiniz, hamısı dünya pərəstlik dayanır bunun kökündə və fövqündə. Dünyadan qaynaqlanır. Sonra Allah Resulü belə buyurur, bacardığınız qədər özünüzü dünya qayğılarından uzaqlaşdırın. Hər kəs dünyaya bağlansa, dünyaya məhəbbət bağlasa, qəlbində 3 dənə xüsusiyyət kök salacaq. Məndən bu söz sizə hədiyyə olsun. Hər kəs dünyaya məhəbbət bəsləsə, dünyadan bərk yapışsa, qəlbində, ürəyində 3 xüsusiyyət kök salacaq. Birincisi, bitib tükənməyən kədər. Dünya kədərdən başqa bir şey deyil. Bitib tükənməyən kədər. İkincisi, əlçatmaz arzular. Adam var, deyir, ilahi, bir uşağım olaydı, uşağım olandan sonra məktəbə gidəydi, böyüyəydi, maşın alaydım, ev alaydım, ailə quraydım, arzular, ikinci bir nəvələr olaydı filan. Dünya bitmir ki, dünyanın arzuları bitmir. Əl çatmaz da arzular bəzən, əl çata bilməyən arzular. Arzular çox da əl çatmır. Və ən nəhayət üçüncüsü, həyata keçməyən ümid. Ona görə dünyanı biz bir vasitə olaraq əlimizdə saxlayıb, axirətimizi də itirməməliyik.